Bu günə qədər döyüş səhnəsində bu bazalar fəaliyyət göstərir. Bu bazalar İsrailin, Amerikanın, Birləşmiş Qoşunların qərargahlarında, İranın daxilindəki hədəflərin, İrandan İsrailə atılan raketlərin vurulması, izlənməsi, bütün bu proseslərdə bugün onu Trump dedi, bunu mən demirəm. Dedi, bu zamana qədər biz bir komanda kimi koordinasiyalı işləmişik. Bəli və gözəl iş çıxarırıq deyir. Amma burada İngiltərənin də açıqlaması oldu bugün. İngiltərədə dünyanın belə desək, aparıcı birinci üçlüyün içində olduğu üçün dedi ki, biz İrana nüvə zənginləşməsinə imkan verməyəcək. Və niyə bunu mən qeyd edirəm? Amerikanın quru bazalarından əlavə, bax, İran körfəzində də... Burada həmçinin də dəniz bazaları var. Bəli, onu qeyd etməsi. İngiltərənin 3, Fransanın 4, Amerikanın 5. Burada hər birinin, belə desək, təyyarə daşıyıcı, hava hücumu təşkil edici, quru döyüşü təşkil edici bazaları, gəmiləri var. Və bundan əlavə olaraq Hind okeanından Amerikanın sualtı atom gəmiləri hazır dayanıb. Bilirsiniz necədir? Müharibə İranda gedir, İsrail tərəfindən, amma bütün dünyanın problemi burada həll olunacaq. Çinin problemi, Rusiyanın problemi və digər ölkələrin problemi. Və müharibə arealı böyüyə bilər, çünki bilir ki, Yəmən, səhv etmirəmsə, müharibəyə qatılacağını, Husilərin açıqlamalar oldu. Və məndən öncə bir ekspertimiz qeyd etdi ki, Rusiyanın burada mövqeyi dayanacaq ki, belə desək də öz enerjisini satsın. Mən inanmıram buna. Çünki Rusiya burada İranın məğlubiyyəti ilə Rusiyanın da gələcək taliyə həll olunur. Rusiya maraqlıdır ki, Amerika burada İranla savaşı uzatsın. O da Ukraynada öz savaşını davam etdirsin. Ki bu günlərdə daha geniş miqyaslı əməliyyatlar keçirir. Və ən təhlükəli məqamdır, bunu da qeyd etmək istəyirəm, hamı izləyir, bəzən xarici kəşfiyyatın ünsürləri bizim videoları montaj edib paylaşır bu açıqlamalara görə. Ən təhlükəli məqam da Trump'ın, ən təhlükəli məqam da Yunanistanda gedən hazırlıqdır. Yunanistanda yığılan 40 min qoşundur. Hədəf Türkiyədir deyirsiniz? Mən də heç də demirəm, mən rəqəmləri deyirəm. 40 min qoşundur. Ən ağır məsələ də Yunanistanda o rahibin Konstantinopol bizimdir deməsidir. Trump onu dinlədi. Və Türkiyə prezidentinin öz qoşunlarına və hərbilə qoyduğu tapşırıqdır. Bütün hallarda, savaş hazırlığı, bütün hallarda müharibə arealı İrandan sıçrayacaq. Bütün hallarda. Yəni biz bunu qaçırmalı deyilik və bugün bizim dövlətimizin mövqeyi bu sərt bir geosiyasi müharibədə stabil qalması bizim dövlətin, cənab prezidentin gücüdür. Aydındır. Bizim raketlərlə bağlı da bir qrafikamız vardı, onu da versinlər istəyirəm. Raketlərlə bağlı bayaq Xeybər Şəkanın adını çəkdi. İndiyə qədər İran onu ortaya çıxarmamışdı. Əslində İsrailin iddiaları var idi ki, raket sistemini biz 40%-ni məhv etmişik. İranın əlində raketlər yoxdur. Amma biz görürük ki, İran artıq həm super səs raketlərini, həm hipersəs raketlərini ortaya çıxarmağa başlayıb. Siz özünüz vurguladınız ki, nüvə başlıqlarından istifadə edə biləcək raketləri var və bunlar da kifayət qədər önəmlidir. Son bir neçə gündür biz raketləri tək-tək atdığını görürdük və bir qism ekspertlər bu cür təhlil edirlər ki, kombinə edilmiş formada atırdı. Bu nə deməkdir? Yəni bu bir taktika adımı. Taktika deyil. Bu dəmir kübbəni yarmaq üçün həm pilotsuz uçuş aparatlarından, həm Husilərin kiçik mənzilli məsafəli raketlərindən, eləcə də İranın atdığı raketlərdən kombinəli şəkildə istifadə etməklə İsrailin hava hücumundan müdafiə sistemini dəlib keçmək üçün istifadə olan kombinə üsulu ilə, qarışıq üsulu ilə atdığı raket qruplaşmaları idi. Və mən düşünürəm ki, bu mənim düşüncəmdir. Bu nüvə reaktorlarına olan hücumdan sonra İran müharibənin səngiməsi üçün addımlar atmalıdır. Ancaq geri addım atmadı. O bilir ki, geri addım atsa da sonu nədir? İrəli getsə də sonu nədir? Yəni, bərabərlik eynidir. Ona görə də İran
ayaqda qalmaq üçün son nəfəs İranın ali lideri. O mülki insanların, vətəndaşların nə düşündüyünü bilmir. Amma İranın ali lideri sona qədər İsrailə döyüşməyə qərarlıdır. İsrailin də rəhbərliyi sona qədər bu bölgədə müharibənin aparılması və İranda qeyd olunan hakimiyyətin dəyişilməsinə maraqlıdır və buna da Aydındır.